Elxan müəllim, əsərlərinizdən təsirlənən oxucunuz olubmu? Məsələn, mən həbsxanada oldum, qadınların həbsxanasında. Orada mənə bir fakt dedilər. Bir 20 yaşında xanım ərin öldürmüşdü, düzdür, dözməyib, bezib, öldürüb. Amma mənim qəhrəmanıma arxain olub öldürüb. Qanbay Qasımlıya. Psixologiya bax. Hətta sonradan bu təcridxanadan gətirilib müstəntiq tərəfindən istintaq olunanda yalvarırmış onlara ki, Qanbay Qasımlıya xəbər verin ki, o mənim mütləq bilirəm ki, anlayacaq, məni xilas edəcək. Çünki romanların bəzisində Qanbay Qasımlı Allah, siz danışırsınız belə qətl tiklərim törətmiş qadını biz-biz Qasımlı olur. bağışlayıb, üstünü örtüb, dövlətdən gizlədib. Və bu roman buna təsir edib. O elə düşünüb ki, bir yolla Qasımlı bunu xilas edəcək. Yəni bunlara həqiqətən inanan insanlar var. Yazıcı mənə, bu obraz yaradan mənə. Mən özüm də şok oldum axı. Yəni mən özüm də bu qızı eşidəndə bu 20 yaşında